Salam əziz izləyicilər, bugün sizlərə DİM 9 illik test toplusundan əvəzlik bəstini izah edəcəm. Birinci sual. Əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Kimsə, hamı, hərə, nə isə qeyri-müəyyən əvəzlikdir, amma filan təyin əvəzlikdir. Deməli, birinci sualda cavab oldu E bəndi. İkinci sual. Hansı cümlədə o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğru deyil? O əvəzliyi deməli, həm işarə, həm şəxs əvəzliyidir. Nə vaxt işarə, nə vaxt şəxs əvəzliyi olur? O əvəzliyi əgər cümlədə sifətin yerində işlənirsə, sifətin suallarına cavab verirsə, özündən sonra vergül işarəsi olmayacaq. Deməli, burada işarə əvəzliyidir. Yox, əgər o əvəzliyi ismin yerində işlənibsə, ismin suallarına cavab verirsə, şəxs əvəzliyidir və bəzən o şəxs əvəzliyi cümlədə mübtəda vəzifəsində olarsa, özündən sonra vergül tələb edir. Mübtəda vəzifəsində olan o əvəzliyindən sonra nə vaxt vergül qoyulur, nə vaxt vergül qoyulmur. Əsas nitq hissələrindən isim, sifət, say, zərf gələrsə vergül işarəsi qoyulacaq, əvəzlik və feil gələndə vergül işarəsi qoyulmayacaq. Köməkçi nitq hissələrindən isə modal söz gələndə vergül qoyulacaq, amma digər köməkçi nitq hissələri qoşma, bağlayıcı, ədat, nida gələrsə vergül işarəsi qoyulmayacaq. Modal sözdə də ona görə vergül işarəsi qoyulur ki, vergül modal sözün özünün tələbinə görə qoyulur. Yəni, sırf köməkçi nitq hissəsi gəldiyinə görə yox, modal sözün özü vergül tələb elədiyi üçün vergüllə işlənir. İndi baxaq. Birinci cümlədə o atamın yaxın dostudur. Kim? O. Burada mübtəda vəzifəsindədir və özündən də sonra isim gəlib. Deməli, vergül düz qoyulub. İkinci cümləyə baxaq. O məğrur bir vəziyyət aldı. Kim? O. Necə vəziyyət? Məğrur vəziyyət. Özündən sonra sifət gəlib. Deməli, burada da vergül işarəsi olmalıdır. O oxumalı idi. Oxumalı vacib şəklində olan feildir və özündən sonra vergül işarəsi, odan sonra vergül işarəsi qoyula bilməz. Çünki feil gəlib. Feil gələndə vergül qoyulmaz. İkinci sualda oldu C bəndi. Üçüncü sual. Hansı nümunədə bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? Yəni, cümlənin mənasına baxacaq. Görək hələ hansı cümlə iki cür fikirləşilə bilər. Bu ki, bizim yerlimizdir. Ki, burada ədatdır. Vergül qoyulmaz. Bu gün istidir. Burada bu sifətin yerində işlənib hansı gün sualına cavab verir. Ona görə burada da vergül olmaz. Bu da bizim ən müqəddəs arzumuzdur. Burada bağlayıcı gəlib budan sonra vergül işarəsi olmayacaq. Bu qatar Təbrizə gedir, gözünüz aydın. Hansı qatar? Bu qatar. Burada da sifətin sualına cavab verir. Ümumiyyətlə, sifətin sualına cavab verirsə, onda vergül işarəsi heç vaxt qoyulmayacaq. Bu tapşırığı vaxtında bitirdi. Burada cümlə iki cür fikirləşilə bilər. Hansı tapşırığı vaxtında bitirdi? Əgər hansı sualına cavab versə, vergül işarəsi olmayacaq. Yox, əgər tapşırığı kim vaxtında bitirdi? Bu vaxtında bitirdi olsa, bu yəni deyərkən insan nəzərdə tutularsa, onda vergül işarəsi qoyulacaq. Ona görə 3də cavabımız oldu E bəndi. Dördüncü sual. Cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. O buradakı uşaqların hamısından böyük idi. Kim? O. Hansı uşaqların? Buradakı. Burada özündən sonra sifət gəlib vergül mütləq qoyulmalıdır. Bir ayda o necə də qaralmış və kökəlmişdi. Necə sözü ədatdır burada, qüvvətləndirici ədat. Ona görə vergül işarəsi olmaz. O durandan sonra haraysa tələsir. Burada da özündən sonra feili sifət gəlib. Feili sifət də feil olduğuna görə vergül işarəsi qoyulmaz. O kitabı vərəqlədi. Bax, bu cümlə iki cür fikirləşilə bilər. O kitabı vərəqlədi. Hansı kitabı? Əgər sifətin sualına cavab versə, vergül işarəsi qoymasaq, sifətin sualına cavab verəcək. Hansı kitabı vərəqlədi? Bir də ki, vergül işarəsi qoysaq, o kitabı vərəqlədi olacaq. Yəni, o burada sanki hərəkəti icra edən şəxs kimi başa düşüləcək. Ona görə cavabımız elə olacaq D bəndi. Çünki vergül qoyanda bir başqa cür başa düşülür, vergül qoyulmayanda isə başqa cürə. Beşinci sual. Bu bizim ən müqəddəs vəzifəmizdir. Nümunəsində bu işarə əvəzliyi hansı nitq hissəsini əvəz etmişdir? Sual veririk. Nə bizim ən müqəddəs vəzifəmizdir bu? Hansı nitq hissəsinin sualına cavab verirsə, deməli həmin nitq hissəsini əvəz edib. Nə sualı da ismin sualı olduğuna görə, deməli bu ismi əvəz edib. 5-də oldu cavab C bəndi. 6-cı sual.
Mən də bilirəm nəçiyəm, nəyəm cümləsində əvəzliyin hansı məna növü işlənib. Mən şəxs əvəzliyi, nəçiyəm, nəyəm sual əvəzliyi, şəxs və sual. Cavab oldu 6-da B bəndi. 7-ci sual. Belə məsələlər hamını yaman yorub cümləsində əvəzliyin hansı məna növləri işlənib. Belə işarə əvəzliyidir, hamı qeyri-müəyyən, işarə qeyri-müəyyən. Cavab oldu 7-də C bəndi. 8-ci sual. Deməli, bu B bəndi hansının cavabı idi? 6-cı sualın. 6-da oldu B. Deməli, 8. İşarə əvəzliklərini müəyyən edin. Kimlə, hara sual əvəzliyidir? A bəndini çıxdım. Bu, belə. Bu, elə. O, bu, elə, belə. Elə cavabımız B bəndidir. Digər variantlara da baxaq. C bəndində şəxs əvəzlikləri də var. D bəndində qeyri-müəyyən əvəzliklər var. E bəndi də qeyri-müəyyən əvəzliklərdir. Ümumiyyətlə D ilə E ümumiyyətlə qeyri-müəyyən əvəzliyidir. Cavabımız oldu 8-də B bəndi. 9-cu sual. İşarə əvəzliklərini müəyyən edin. Biz, siz şəxs əvəzliyidir. A bəndini çıxdıq. B-də heç kim, heç nə biri qeyri-müəyyən əvəzlikdir. B bəndini çıxdıq. C bəndində belə, həmin. O, bu, elə, belə, həmin. Cavabımız 9-da C bəndidir. Digər variantlara da baxaq. Bütün təyini əvəzlikdir. Sən şəxs əvəzliyidir. Kimisi qeyri-müəyyən. E bəndində heç nə, hər kəs, kimsə, hər üçü qeyri-müəyyən əvəzlikdir. İndi isə 10-cu suala baxırıq. 10-cu sualda deyir, hansı cümlədə əvəzlikdən sonra vergül olmamalıdır? O peşəkar idi, özündən sonra sifət gəlib vergül olacaq. Bu ilk uğurumdur, özündən sonra sifət gəlib yenə də vergül olacaq. O ağıllı qızdır, ağıllı sözü sifət olduğu üçün yenə də vergül olacaq. Bu da gəldi. Cavabımız olacaq D bəndi. Daha burada bağlayıcı olduğu üçün özündən sonra bağlayıcı gələrsə, köməkçi nitq hissələrindən yalnız modal söz gələndə vergül qoyula bilər. Daha bağlayıcı olduğu üçün, deməli, burada vergül işarəsi ola bilməz. Onda oldu cavab D bəndi. 11-ci sual. O adam öz taleyindən nigarandır cümləsində əvəzliyin hansı məna növləri işlənmişdir? O adam, hansı adam? O şəxs əvəzliyi də olur, bayaq dediyim kimi, həm də işarə olur. Sifətin sualına cavab verəndə işarə əvəzliyi olur, ismin sualına cavab verəndə şəxs əvəzliyi olur. Hansı adam? O adam. Burada sifətin sualına cavab verir, deməli işarədir. Öz taleyindən, öz də təyini əvəzlikdir. İşarə təyini, işarə təyini də cavab oldu 11-də B bəndi. 12-ci sual. Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsindən istifadə edilə də bilər, edilməyə də bilər. Yəni cümlə iki cür fikirləşilə bilər. Mən səndən o qələmi istəyirdim, hansı qələmi? Burada vergül olmaz. O kitabı mənə ver, hansı kitabı? Burada da vergül olmaz. O gün sən gəlməmişdin, hansı gün? O gün, burada da vergül olmaz. O bağda işləyirdi. İndi bu cümləni iki cür fikirləşmək olar. Əgər vergül olsa cümlədə, o bağda işləyirdi. Kim bağda işləyirdi? Belə olacaq cümlə. Amma əgər ki vergül olmasa cümlədə, o bağda işləyirdi. Hansı bağda işləyirdi? Deməli, iki cür fikirləşmək olar. Vergülsüz və vergüllə başqa-başqa mənaya gələcək. Deməli, cavabımız oldu 12-də D bəndi. 13-cü sual. Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsindən istifadə edilə də bilər, edilməyə də bilər? O da eyvanda dayanıb bizə baxırdı. Özündən sonra bağlayıcı gəlib, vergül olmaz. O səni çoxmu sevindirdi. Özündən sonra əvəzlik gəlib, vergül olmaz. O şairin yeni şeirlərini bloknota yazdı. Kim yazdı? O yazdı. Nəyi yazdı? Şairin yeni şeirlərini. Şair sözü burada isimdir, vergül olacaq. Bizə deyir ki, həm istifadə edilə bilər, həm istifadə edilməyə bilər. O yaşıl meydança uşaqlar üçün düzəldilib. Hansı? O. Burada vergül olmaz. Suala təzədən baxaq. O şairin yeni şeirlərini bloknota yazdı. Kim? O yazdı. Bir də var ki, o şairin, deməli, o şairin, hansı şairin? Deməli, bu cümləni iki cür fikirləşmək olar. Həm o yazdığı cümlənin mübtədası kimi, həm də o şairin yeni şeirlərini, hansı şairin yeni şeirlərini kimi fikirləşmək olar. Ona görə 13-də cavab olacaq C bəndi. 14-cü sual.
O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı bənddə doğrudur? Deməli, artıq o günlər yerdə qalmışdır. Hansı günlər? Burada hansı sualına cavab verirsə, deməli vergül olmaz. A bəndində səhvdir. O, həyatın bərçini boşunu görmüş adamdır. Kim? O. Cavabımız elə 14-də olacaq B bəndi, amma digər variantlara da baxaq. O şənbə gecəsi, o qətl günü. Hansı şənbə gecəsi? Burada vergül olmaz. O da çox çalışırdı. Özündən sonra köməkçi nitq hissəsi bağlayıcı gəlib. Vergül olmaz. Sabah o getməlidir. Özündən sonra feil gəlib. Vergül olmaz. Cavabımız olacaq 14-də B variantı. 15-ci sual. 15-də deyir, hansı cümlədə bu əvəzliyindən sonra vergül olmamalıdır? Bu gün onunla danışacağım. Elə cavab A bəndə olacaq. Çünki bu gün deyəndə hansı gün sualına cavab verir və hansı sualına cavab verəndə heç vaxt həmin o bu əvəzliyindən sonra vergül işarəsi qoyulmaz. Digər variantlara baxmağa heç ehtiyac yoxdur. 16-cı sual. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? O da bizim kimi həvəslə çalışır. Kim? O. Özündən sonra bağlayıcı gəlib vergül olmaz. O həm də gözəl qarmon çalır. Kim? O. Özündən sonra bağlayıcı gəlib vergül olmaz. O universitetdə oxuyuram. Hansı universitetdə? Burada vergül olmaz, çünki hansı sualına cavab verir. O binanın qarşısında dayanıb məni gözləyirdi. Bu cümləni iki cür başa düşmək olar. Deməli, əgər desək ki, gözləyirdi, kim gözləyirdi? O, burada vergül olacaq. Yox, əgər cümlə belə olsa ki, o binanın, hansı binanın, onda vergül olmayacaq. Deməli, cavabımız oldu 16-da D variantı. 17-ci sual. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? O qalxıb qapıya tərəf getdi. Özündən sonra feil gəlib, vergül olmaz. O heç dəyişməyib, ədat gəlib, vergül olmaz. O kəndə getdi. Bu cümləni iki cür başa düşmək olar. Getdi, kim getdi? O. Əgər o cümlənin mübtədası olsa, vergül işarəsi istifadə edə bilərik. Bir də ki, deyə bilərik ki, o kəndə getdi. Hansı kəndə getdi? Belə cümləni elə bil ki, belə başa salım da. O kəndə getdi. Hansı kəndə getdi? Burada iki dənə o var. Birinci o şəxs əvəzliyi, ikinci o deməli işarə əvəzliyi. İşarə əvəzliyi kimi işlənəndə vergül olmayacaq. Əgər olsa şəxs əvəzliyi vergül olacaq. Cavab oldu 17-də C bəndi. Baxaq digər suallara. 18-də deyir, birində vergül düzgün qoyulmamışdır. Bu 20 saylı məktəbin şagirdidir. Kim bu? Burada vergül olacaq, çünki özündən sonra say gəlib. Bu müəllimin kitabıdır. Nə? Bu kimin kitabıdır? Müəllimin. Özündən sonra isim gəlib vergül olacaq. Bu xeyirxah insandır. Necə insandır? Özündən sonra sifət gəlib, deməli vergül olacaq. O maraqlı rəvayətləri toplayır. Kim? O. Necə rəvayətləri? Maraqlı. Maraqlı sözü sifətdir, deməli vergül olacaq. O gəlməyəcək. Gəlməyəcək feildir. Deməli burada vergül səhv qoyulub. 18 cavab oldu E variantı. 19. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O həmişə sadə adamlarla görüşməyi sevərdi. Kim? O. Həmişə sözü də zərf olduğuna görə vergül olacaq. Yenə o gələcək, vəziyyət düzələcək. Bax, burada gələcək sözü feil olduğuna görə, deməli burada feil gəldiyinə görə vergül ola bilməz. 19-da cavab oldu B bəndi. 20. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi hansıdır? Samir kənddə yaşayır ki, burada sual edatı ilə düzəlib, sual əvəzliyi yoxdur cümlədə. B bəndi, sən məndən küsümsənmi? Burada da sual edatının köməyi ilə yaranıb. Niyə bizə gəlmirsən? Bax, burada səbəb zərfliyinin sualı var. Deməli, bu C variantında sual əvəzliyi işlənib. 20-də cavab oldu C bəndi. 21. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi. Elnur məktəbdən nə vaxt qayıdıb? Zaman zərfliyinin sualı var. Deməli, cavabımız A olacaq. Digər variantlara baxmağa heç ehtiyac yoxdur. 22. Əşyanı ümumi şəkildə təyin etmək üçün, əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlənən əvəzliklər hansıdır? Deməli, əşyanı ümumi şəkildə müəyyən edən əvəzliklər təyin əvəzliklərdir. Cavabımız oldu 22-də B bəndi.
23. Hamı özünü, heç nə, heç kim, hərə, hər öz əvəzliklərini nöqtələrin yerinə cümlələrin hansı ardıcıllığına uyğun əlavə etmək olar. Birinci cümlə. Axır çərşənbədə tonqal başına yığılır. Axır çərşənbədə hamı tonqal başına yığılır. Birinci cümləyə hamı. İkinci cümlə. Hər anaya öz övladı əzizdir. 2. Hər öz. Sonra heç kim unudulmur, heç nə yaddan çıxmır. Bu üçüncü cümlə. Heç kim, heç nə. İməclikdə hərə bir ağac əkdi. Hərə. Beşincidə isə ağıllı uşaq özünü bələkdə göstərir. İndi bizə ardıcıllıq lazımdır. Birinci gəlir. Sonra özünü sözü axırıncıya uyğun gəldi. Ona görə birin ardıca 5 gəlir. Sonra üçüncü cümləyə heç kim, heç nə sözləri ora uyğun gəlir. Heç nə unudulmur, heç kim yaddan çıxmır. Belə də ola bilər əslində cümlə. O da uyğun gəlir üçüncüyə. Hərəs dördüncüyə uyğun gəldi. Özünü isə uyğun gəldi demək ikinciyə. Belə. Daha doğrusu hər anaya öz övladı əzizdir ikinciyə. Ardıcıllıq da belə oldu. 1, 5, 3, 4, 2. Deməli 23-də cavab oldu E bəndi. 24-cü sual. Hansı cümlələrdə o bu əvəzliklərindən sonra durğu işarələri düzgün qoyulmamışdır? Bu ömür kitabımdır. Nə bu? Ömür sözü isim olduğuna görə vergül düzgün qoyulub. Deməli biri götürmürük. O yerlərin meşələri çox səfalıdır. Hansı yerlərin, o yerlərin. Hansı sualına cavab verəndə vergül olmaz. Deməli 2 səhvdir. Hələ o tələbəlik illərini xeyli xatırlayacaqsan. Hansı tələbəlik illərini, o tələbəlik illərini. Yenə də hansı sualına cavab verir. Deməli vergül olmaz. O alnına qaldırdığı eynəyini çıxardı. Kim? O hansı eynəyini alnına qaldırdı. Alın sözü isimdir. Deməli burada vergül düz qoyulub. Bu müəllim 4-cü kursda mühazirə oxuyacaqdır. Hansı müəllim? Bu müəllim. Hansı sualına cavab verir? Yenə də vergül olmayacaq. 2, 3, 5. 24-də 2, 3, 5 cavabı da oldu B bəndində. 25. O əlbəttə gələcək cümləsində o əvəzliyindən sonra nə üçün vergül qoyulmuşdur? Dediyim kimi köməkçi nitq hissələrindən yalnız modal söz gələndə vergül qoyula bilər. O da modal sözün öz tələbinə uyğun olaraq, yəni sırf köməkçi nitq hissəsi olduğuna görə yox. Çünki heç bir köməkçi nitq hissəsi gələndə vergül qoyulmur, sadəcə modal söz. Modal söz özü vergül tələb edir. Cavabımız elə oldu A bəndi. Digər variantlara baxmağa ehtiyac yoxdur. 26. O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə doğru deyil? O məğrur bir vəziyyət aldı. Kim? O necə vəziyyət? Məğrur. Bu cümlə başqa bir sualda da var idi. Özündən sonra sifət gəlib vergül olacaq. O gələcək. Nə edəcək? Gələcək. Hərəkət gəlib. Feil gələndə ümumiyyətlə vergül olmayacaq. Ona görə də cavabımız elə oldu 26-da B bəndi. 27-ci sual. Təyinə əvəzliklərdən ibarət cərgəni müəyyən edin. Hər, bütün, filan, öz. Elə cavabımız 27-də A bəndidir. Digər variantlara baxmağa ehtiyac yoxdur. 28. Yalnız təyinə əvəzliklərdən ibarət cərgəni müəyyən edin. A bəndində mən şəxs əvəzliyi idi. Bu işarədir. A-nı çıxdım. B bəndində sən şəxs əvəzliyi idi. Heç kəs qeyri-müəyyən. B-ni çıxdım. C bəndində hər təyinə əvəzlikdir. Amma ora əvəzlik deyil. Ora zərfdir. Yer zərfidir. C bəndində çıxdım. D bəndində o işarə əvəzliyidir. Kim isə sual əvəzliyidir. D-ni də çıxdım. Cavabımız oldu bütün, öz, hər. Təyinə əvəzliklər bunlardır. Öz, hər, bütün, filan, eyni. Ona görə də cavabımız oldu 28-də E bəndi. 29.
Şəxs əvəzlikləri və qeyri-müəyyən əvəzliklər əsasən hansı cümlə üzvləri vəzifəsində işlənir? Şəxs əvəzlikləri və qeyri-müəyyən əvəzliklər əsasən cümlədə ismi əvəz edir. İsmi əvəz elədiyinə görə də isim cümlədə daha çox mübtəda olur, tamamlıq olur. Ona görə də deməli mübtəda ilə tamamlıq olacaq. 29-da cavab C bəndə olacaq. 30-cu sual. Biri qeyri-müəyyən əvəzlik deyil. Bəzi qeyri-müəyyən əvəzlikdir. Hər şey qeyri-müəyyən əvəzlikdir. Kimisi, hərə qeyri-müəyyən əvəzlikdir. Amma öz təyini əvəzlikdir. Ona görə 30-da cavabımız oldu C bəndi. 31-ci sual. Hansı əvəzliklər sifətin yerində işlənə bilir? Sifəti əvəz eləyən əvəzliklər daha çox işarə əvəzlikləri ilə təyini əvəzliklərdir. Biz, siz, o şəxs əvəzlikləridir. Daha çox ismi əvəz edir. Kimi isə, nə isə, bəzisi. Ümumiyyətlə, qeyri-müəyyən əvəzliklər daha çox ismi əvəz edir. Düzdür, bəzisi var içində. Məsələn, bəzi əvəzliyi daha çox sifəti əvəz edir. C bəndində çıxdım buradan. Neçə, nə qədər? Neçə, nə qədər sayın suallarıdır. Sayı, deməli, bu əvəzliklər sayı əvəz edir. Mən, sən, onlar şəxs əvəzliyidir. Daha çox ismi əvəz edir. Cavabımız oldu o, bu, həmin. İşarə əvəzlikləri. O, bu, elə, belə, həmin. Daha çox sifətin yerində deməli işarə əvəzlikləri işlənir. B bəndi. 32. Nümunədə əvəzliyin mənaca hansı növü işlənmişdir? Hamı uca tutsun insan adını, hamı qeyri-müəyyən, qoy qəlbi qaralar yanıb qaralsın. Elə bir dənə qeyri-müəyyən əvəzli işlənib. 32-də cavab oldu C bəndi. 33. Hansı işarə əvəzliyi sifəti və zərfi əvəz edə bilər? Deməli, işarə əvəzliklərindən elə, belə əvəzlikləri həm sifəti, həm zərfi əvəz edə bilir. Yəni, özündən sonra əgər isim gələrsə, məsələn, elə adam, necə adam, yaxşı adam, məsələn. Yaxşı sözün elə ilə əvəz etmişik birinci birləşmədə. Deməli, sifəti əvəz edib. Bir də var ki, deyirəm, elə gülmə və yaxud ucadan gülmə. İkinci cümlədə isə özündən sonra hərəkət gəlib, zərfi əvəz edib. Deməli, sizdən sual etsə ki, hansı işarə əvəzlikləri sifəti və zərfi əvəz edir? Avtomatik elə, belə. Burada da elə cavabı var. Deməli, 33-də cavab oldu C bəndi. 34-cü sual. 34. Deyir, əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Kimsə qeyri-müəyyən əvəzlikdir, nə isə də qeyri-müəyyəndir, hərə də qeyri-müəyyəndir, hər şey də qeyri-müəyyəndir. Həmin isə işarə əvəzliyidir. Deməli, 34-də cavab oldu A bəndi. 35. Hansı əvəzliklər mənsubiyyət şəkilçisi ilə işlənə bilmir? Ümumiyyətlə, bu cavabı belə suallar düşəndə, əgər tapmaqda çətinlik çəkirsinizsə, bu ipucu kimi verirəm, bir-bir həmin sözlərə mənsubiyyət şəkilçisi artırıb cümlədə işlədin. Bu, həm sizin üçün rahat olacaq, yəni ki, fikirləşib birdən səhv cavabı tapmaqdansa, bir-bir həmin sözləri mənsubiyyətə görə dəyişirsən. Hansı söz mənsubiyyətə görə dəyişirsə, deməli, mənsubiyyətə görə dəyişə bilir. Hansı söz dəyişə bilmirsə, deməli, dəyişə bilmir. Məsələn, mənim haram var ki, hara gedəm, məsələn. Mənim haram və yaxud otağın harası sərindir. Mənsubiyyətə görə dəyişdi. Deməli, A bəndi mənsubiyyətə görə dəyişə bilir. Və yaxud deyə bilərəm ki, mənim səndən başqa kimim var, dəyişdi. A bəndi deməli dəyişir. Və yaxud digərlərinə baxaq. Kimsəm yoxdur, mənim kimsəm yoxdur və yaxud onun kimsəsi yoxdur. C bəndi də kimsə sözü də dəyişə bildi. Öz əvəzliyi. Mənim özüm və yaxud özüm gəldim, özün gəldin, onun özü və s. deyə bilərəm. Və yaxud mənim heç nəyim yoxdur, deyə bilərəm, dəyişir. Heç kimim yoxdur, deyə bilərəm. Mən dəyişmir, amma heç kim dəyişir. Amma mənim oyum və yaxud mənim buyum demək olmaz. Ona görə cavab oldu 35-də B bəndi. 36. Qeyri-müəyyən əvəzliklər hansı bənddə verilmişdir?
Biz, siz, onlar şəxs əvəzlikdir. A bəndin çıxdım. Biri, hamı, hərə. Cavabımız 36-da oldu B bəndi. Digər variantlara da baxaq. Öz, hər, bütün təyin əvəzlikdir. Mən, sən, o şəxs əvəzliyidir. O, bu, elə işarə əvəzliyidir. 36-da cavab oldu B bəndi. 37. Biri, kimi, hamı sözləri əvəzliyin hansı məna növünə aiddir? Qeyri-müəyyən şəxsi bildirir. Cavabımız oldu D bəndi, qeyri-müəyyən. 38. Əlamətlərdən biri şəxs əvəzliklərinə aid ola bilməz. Şəxs əvəzlikləri ümumiyyətlə ismə aid olur deməyək, ismin xüsusiyyətlərini daşıyır. İsmi əvəz edir cümlədə. Daha çox mübtəda, tamamlıq vəzifəsində işlənir. İsim kimi hallanır, bəzən cəmlənə də bilər, məsələn, bizlər, sizlər və s. Amma şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Mənim və bizimdəki im şəkilçisi mənsubiyyət yox, yiyəli çalın şəkilçisidir. Ona görə şəxs əvəzlikləri hardasa yazılsa ki, mənsubiyyətə görə dəyişir, deməli, avtomatik səhv cavab həmin cavabdır. Cavabımız oldu 38-də A bəndi. 39. Biri fərqlidir. Eyni, bütün, filan, hərə, öz. Hər, öz, bütün, filan, eyni, təyin əvəzlikdir. Hərə isə hərə qeyri-müəyyən əvəzlikdir. Hər olsaydı təyin olacaqdı. Amma hərə qeyri-müəyyən əvəzlikdir. Ona görə 39-da cavab oldu D bəndi. 40. Əvəzliklərdən birində hal şəkilçisi yoxdur. Birinə belə tipli suallarda bayaq dediyim kimi, əgər çətinlik çəkirsinizsə, mütləq həmin sözlərə sual verin. Məsələn, bizdən soruşuraq, hal şəkilçisi yoxdur. Biz ona sual verməliyik, digər halların sualı. Məsələn, birinə, kimə, yönlü halın sualına cavab verir. Deməli, B bəndində yönlü halın şəkilçisi var. Hamıda, kimdə, yerli halın sualına cavab verir. Deməli, bu sözdə yerli halın şəkilçisi var. Sizə gedək, hara gedək və yaxud sizə lazımdır, kimə lazımdır. Yönlü halın şəkilçisi var. Deməli, bu söz yönlü halın sualına cavab verir. Deməli, bu sözdə yönlü halın şəkilçisi var. Hər nədən, məsələn, hər nədən qorxuram, hər nədən çəkinirəm, nədən çəkinirəm, çıxışlı halın sualına cavab verir. Deməli, bu sözdə çıxışlı halın şəkilçisi var. Amma hərə bir işlə məşğul idi. Kim, hərə. Kim adlı halın sualıdır və heç adlı halında şəkilçisi olmadığına görə, deməli, bu sözdə hal şəkilçisi yoxdur. 40-da cavab oldu A bəndi. 41. Bu şövqü kim mənim ruhuma yaydı? Nümunədəki əvəzliklərin məna növlərinin işlənmə ardıcıllığını müəyyən edin. Bu şövqü, hansı şövqü? İşarə. Kim, sual, mən, şəxs. Deməli, işarə, sual, şəxs. İşarə, sual, şəxsdə 41-də oldu cavab E bəndi. 42-ci sual. Bəs hardadır bu yurdun öz sahibləri? Nümunədəki əvəzliklərin məna növlərini, işlənmə ardıcıllığını müəyyən edin. Hara, sual əvəzliyidir. Bu yurt, hansı yurt, işarə əvəzliyidir. Öz olduğu təyin əvəzlik. Deməli, sual, işarə təyini. Sual işarə təyini isə, deməli, sual işarə təyini 42-də oldu B bəndi. 43. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? O, xalqının üsyan deyən səsidir. Kim? O, xalqının üsyan deyən səsidir. Deməli, burada elə birinci cümlə olacaq cavab. Çünki kim sualına cavab verir o əvəzliyi və özündən də sonra isim gəlib və üçüncü növ təyini söz birləşməsi əmələ gətirib cümlənin xəbəridir. Xalqının üsyan deyən səsidir xəbər. Kim xalqının üsyan deyən səsidir? O. Deməli, burada elə cavab 43-də oldu A bəndi. 44-cü sual. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O, gözəl sənətkardır. Sifət gəlib vergül qoyulmalıdır. O, uşaq bağçasında işləyir. Kim? O, özündən sonra isim gəlib vergül qoyulacaq. O, mahir ovçudur. Kim? O, necə ovçudur? Mahir, özündən sonra sifət gəlib. Deməli, vergül işarəsi qoyulacaq. Bu gün o getməlidir. Hansı gün? Bu gün. Bax, cavab olacaq D bəndi. Çünki buradakı bu əvəzliyi mübtədanın sualına cavab vermir. Təyinin sualına cavab verir. Ona görə 44-də oldu cavab D bəndi.
45-ci suala baxaq. Durğu işarəsinin səhv işləndiyi cümlələri müəyyənləşdirin. Gülçin dərslərini hazırla. Gülçin xitabdır və xitabdan sonra vergül işarəsi qoyulmalıdır. Deməli, bir düzdür. O getmir. Kim getmir? O. Özündən sonra feil gəlib. Deməli, 2-də vergül ola bilməz. 45-də səhv cavablardan biri oldu. 2. Bu mənim kitabımdır. Nə? Düzdür. Burada mübtəda vəzifəsindədir bu əvəzliyi. Amma özündən sonra əvəzliyi gəldiyinə görə vergül işarəsi işlənə bilməz. Səhv cavablardan da biri oldu. 3. O nə dinir, nə danışırdı. Özündən sonra bağlayıcı gəlib, inkarlıq bağlayıcısı və vergül işlənə bilməz. Cavablarımız oldu 2, 3, 4. 2, 3, 4 cavabı da 45-də oldu E bəndi. 46. Qeyri-müəyyən əvəzli işlənmiş cümləni müəyyən edin. Özüm bu barədə söhbət açmadım. Deməli, burada təyini əvəzlik var, bir də işarə əvəzliyi var. A bəndini çıxdım, bizə qeyri-müəyyən soruşur. Onun kitabı məndə qalmışdı, şəxs əvəzliyi. Onun da şəxs əvəzliyi idi, məndə də şəxs əvəzliyi idi, B-ni də çıxdım. Hər gülün çiçəyin öz ətri var. Hər təyini əvəzlik, öz təyini əvəzlik. C-ni çıxdım. Kimi istəyirsən, çağır. Burada kimi deməli sual əvəzliyidir və burada tabeli mürəkkəb cümlənin tərkibində işlənib. Deməli bağlayıcı söz kimi. Kimsə zümzümə edirdi. Bax, cavabımız olacaq E bəndi. Burada kimsə sözü qeyri-müəyyən əvəzlik kimi işlənib. 46-da oldu cavab E bəndi. 47. İşarə əvəzliklərindən ibarət cərgəni müəyyən edin. Birisi, kimsə, nə isə, kimisi. Qeyri-müəyyən. Hərə, hər kəs, bəzisi, bəziləri. Hərə, hər kəs, bəzisi, bəziləri qeyri-müəyyən. Hər öz bütün hamı. Hamı qeyri-müəyyən olduğuna görə C-ni çıxdım. Digərləri də demək təyin əvəzlikdir. C bəndi ümumiyyətlə səhvdir. Mən, sən, o, bizsiz. Mən, sən, o, bizsiz şəxs əvəzlikləridir. D-ni çıxdım. Elə, belə, bu, o, həmin. Bəli, bunlar işarə əvəzliyidir. O, bu, elə, belə, həmin işarə əvəzliyidir. 47-də cavab oldu. E bəndi. 48-ci sual. Həm insana, həm digər canlılara, həm də cansız əşyalara aid olan şəxs əvəzliyi hansıdır? Ümumiyyətlə, şəxs əvəzliyi, şəxs deyəndə ağlımıza həmişə insan gəlir. Birinci, ikinci şəxs demək olar ki, həmişə insana aid olur. Düzdür, bədii əsərlərdə bəzən şəxsləndirmə yarana bilər. Bir də görsən təmsillərdə mən, sən deyə və s. Heyvanlar da nəzərdə tutula bilər, quşlar da nəzərdə tutula bilər. Amma ümumən götürəndə birinci, ikinci şəxs adətən insana aid olur. Üçüncü şəxs isə həm insana aid ola bilər, həm heyvanlar, quşlar, ağaclar, həm digər cansız əşyalar, mücərrəd varlıqlar. Demək olar ki, bütün əşyalara aid ola bilər. Ona görə də cavabımız olacaq üçüncü şəxsin təki və cəmi. Cavab oldu 48-də B bəndi. 49. Yalnız qeyri-müəyyən əvəzliklərdən ibarət cərgəni müəyyən edin. Deməli, öz hər bütün həmin, öz hər bütün təyinidir, həmin işarədir, B-ni çıxdım. Bu, o, elələri filan. Filan deməli təyinidir, elə, bu, o isə oldu işarə əvəzliyi, C-ni çıxdım. Elə, belə işarədir, filan kəs qeyri-müəyyən, həmin işarədir, D-ni çıxdım. Neçənci kimlə hara sual əvəzliyidir? Cavabımız olacaq A bəndi. Hərə, birisi, bəzisi, kimsə. 50. Hansı cümlədə işarə əvəzliyi ismin yerində işlənmişdir? İsmin yerində işlənirsə, deməli ismin sualına cavab verəcək. Yəni ki, əgər sizdən soruşursa suallarda sifətin yerində işlənib, deməli sifətin sualına cavab verməlidir. Əgər ismin yerində işlənib, deməli ismin sualına cavab verəcək. Və yaxud digər nitq hissələrindən söhbət gedirsə, hər nitq hissəsinin özünün sualı var. Deməli, onun sualına cavab verməlidir. İndi də burada deyir ki, ismin yerində işlənib, demək ismin sualına cavab verməlidir. Həm də işarə əvəzliyi. İşarə əvəzlikləri də o, bu, elə, belə, həmin olduğuna görə A bəndi. Bunu özümə götürürəm. Nəyi? Bunu. Cavabımız elə A bəndidir. Çünki bunu əvəzliyi, bu əvəzliyi işarə əvəzliyidir. Və bu cümlədə demək, təsirli halın sualına cavab verir. Yəni, ismin təsirli halının sualına cavab verir. Ona görə də elə cavabımız oldu 50-də A bəndi. 51. Hansı əvəzliklər mənsubiyyət şəkilçisi qəbul edə bilmir?
Bayaq dediyim üsuldan istifadə edə bilərsiniz. Yəni, tapmaqda çətinlik çəkirsinizsə, bir-bir həmin sözlərə mənsubiyyət şəkilçisi artırırsınız. Hansına mənsubiyyət şəkilçisi artırıb cümlədə işlədə bilirəmsə, deməli o mənsubiyyətə görə dəyişir. Hansına mənsubiyyət şəkilçisi artıra bilmirəmsə, deməli o mənsubiyyətə görə dəyişmir. Məsələn, mənim kimim var, artıra bildim. Və yaxud mənim özüm gəldim, və yaxud özüm gəldim, özün gəldin, onun özü gəldi və s. Deməli, A bəndi mənsubiyyətə görə dəyişir. A-nı çıxdım. B bəndi. Deməli, mənim heç kəsim yoxdur, deyə bilərəm. Və yaxud tapşırıqların hamısını yerinə yetirdim, deyə bilərəm. Deməli, B bəndi də mənsubiyyətə görə dəyişir. Bəzisi. Uşaqların bəzisi burada idi. Bəzi dəyişdi mənsubiyyətə görə və yaxud bizim birimiz, sizin biriniz deyə bilərik. Deməli, C bəndi də mənsubiyyətə görə dəyişir. Sonra, baxaq, hərə və yaxud heç kim. Bizim hərəmiz bir çiçək dərdik, hərəmiz bir kitab oxuduq, deyə bilərik. Heç kimim yoxdur, deyə bilərik. Deməli, E bəndi də mənsubiyyətə görə dəyişir. Dəyişməyən olacaq D bəndi. Kim isə və həmin əvəzliyi. Həqiqətən də dəyişir. Mənim həminim deyə bilmərəm və yaxud mənim kim isəm deyə bilmərəm. Kim isəm deyə bilmərəm. Kimsəm deyə bilərəm, amma kim isəm deyə bilmərəm. Deməli, cavabımız oldu 51-də D bəndi. 52-ci sual. Hansı nümunədə əvəzlik zərfə əvəz edib? Zərfə əvəz edibsə, deməli, hərəkətə aiddir və hərəkəti izah edir. Özüm işimi vaxtında gördüm. Kim, özüm. Burada əvəzlik ismi əvəz edib. Çünki ismin sualına cavab verir. Bəziləri toplaşırlar. Kim toplaşır? Bəziləri. Burada da ismin sualına cavab verir. Deməli, ismi əvəz edib. Həmin əhvalat bizi təəccübləndirdi. Hansı əhvalat? Həmin əhvalat. Birinci əvəzliyi, həmin əvəzliyi sifətə əvəz edib. İkinci əvəzliyi bizi sözü isə ismi əvəz edib. Həmin əhvalat hansı əhvalat? Kimi, bizi. Deməli, elə söhbətlər bizi narahat edirdi. Necə söhbətlər? Elə söhbətlər. Özündən sonra isim gəlib. Deməli, burada da sifəti əvəz edib. Nə vaxt zərfi əvəz edib? Bax, E bəndində. Belə danışırlar. Necə danışırlar? Tərzdə hərəkət zərfliyi vəzifəsindədir. Cavabımız oldu 52-də E bəndi. 53-cü sual. Öz adına layiq işlər görürsən, axırda utanma xəcalətindən. Nümunədə əvəzliyin hansı məna növləri işlənib? Öz təyini, sən şəxs, təyini və şəxs. Cavab oldu 53-də B bəndi. 54. Nümunədə əvəzliyin hansı məna növləri işlənmişdir? Öz balaca xilqəti ilə hər bir insan bir dünyadır bu dünyada yaxşı baxsan. Öz, hər təyinidir, bir dünyadır bu dünyada yaxşı baxsan. Hansı dünyada? Bu dünyada. Bu da işarə. Təyini işarə. Təyini işarə də oldu 54-də A bəndi. 55. Şəxs əvəzlikləri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Şəxsə kəmiyyətə görə dəyişir, düzdür. Şəxs deməli birinci, ikinci, üçüncü şəxs də olur. Kəmiyyət isə deməli həm təki var, həm də cəmi var. Bu şəxsə kəmiyyətə görə dəyişməkdir. Cavablardan biri oldu 1. İkinci, şəxs əvəzlikləri yalnız insan anlayışı bildirmir. Bu da düzdür. Həm insana da aid ola bilər, digər canlı və cansızlara da aid ola bilər, mücərrəd varlıqlara da aid ola bilər. Deməli, cavablarımızdan biri də oldu 2. İsim kimi hallana bilir. Mən, adlı hal, mənə, məni, məndə, məndən və s. deyə bilərik, hallanır. Deməli, 3 də doğrudur. 4-ə baxaq. Mənsubiyyətə görə dəyişir, səhvdir. Əsasən sifəti əvəz edir, səhvdir. Şəxs əvəzlikləri adında şəxs var. Adətən cümlədə mübtəda vəzifəsində işlənir və ismi əvəz edir. 4 ilə 5 səhv cavabdır. Düz cavablar 1, 2, 3. 1, 2, 3 də oldu C bəndi. 56. Qeyri-müəyyən əvəzlik mübtəda vəzifəsində işləndiyi cümləni müəyyən edin. Hər şeydən danışmaq olmaz. Nədən danışmaq olmaz? Hər şeydən.
A bəndində tamamlıqdır. A bəndini götürmürük. Heç kimdən ehtiyat etmə. Kimdən ehtiyat etmə? Heç kimdən. Yenə də tamamlıq. Səndən qeyri biz hər şeyi bölə bilirik. Biz bölə bilərik. Kim? Burada mübtəda vəzifəsindədir, amma qeyri-müəyyən əvəzlik deyil. Şəxs əvəzliyidir. Kimsə arxada dayanmışdı. Kim arxada dayanmışdı? Kimsə. Bax, cavabımız olacaq 56-da D bəndi. 57. Cümlələrin birində sual əvəzliyi mübtəda vəzifəsindədir. Niyə mənimlə getmək istəmirsən? Əgər sual əvəzliyi mübtəda vəzifəsindədir deyirsə, deməli mübtədanın sualı kimlə, hara? Bunlardan söhbət gedir. Əgər deyirsə tamamlığın vəzifəsindədir, tamamlığın sualı olmalıdır cümlədə. Bizdən də soruşursa sual əvəzliyi mübtəda vəzifəsindədir, deməli cümlədə kimlə, hara? Onları axtarmalıyıq. Niyə mənimlə getmək istəmirsən? Niyə səbəb zərfliyinin sualıdır, bəzən də məqsəd zərfliyinin sualıdır, A bəndi olmaz. Sən nə vaxt gələcəksən? Nə vaxt zaman zərfliyinin sualıdır, B bəndi olmaz. Kimi axtarırsınız? Kimi tamamlığın sualıdır, C bəndi olmaz. Nəyi bizdən artıqdır? Bax, burada nəyi sözü, düzdür, ilk baxışda şəkilçi var, şəkilçi bizi çaşdırmasın. Çünki həmin şəkilçi mənsubiyyət şəkilçisidir. Əslində belədir cümlə. Onun nəyi bizdən artıqdır? Mənsubiyyətə görə dəyişib, adlı haldadır və cümlənin mübtədasıdır. 57-də cavab oldu D bəndi. 58. Hansı cümlədə işarə əvəzliyi feillə əlaqələnmişdir? Feillə əlaqələnibsə, deməli zərflik vəzifəsindədir. Bundan söhbət gedir. Yəni hərəkətə aiddir və feillə əlaqəlidir, zərflik vəzifəsindədir. Belə söz-söhbətdən sonra o razılaşmaz. Necə söz-söhbət? Belə. Söz-söhbət isim olduğuna görə A bəndində isimlə əlaqələnib, ona görə A bəndi düz cavab deyil. Belə işlərin səmərəsi çox olur. Necə işlərin? İşlər sözü isim olduğuna görə, deməli burada da isimlə əlaqələnib, B bəndi də olmayacaq. O, heç vaxt belə danışmazdı. Necə danışmazdı belə? Belə sözü burada hərəkətə aiddir, danışmaq sözünə aiddir. Ona görə də elə cavabımız da olacaq C bəndi. 59. Hansı cümlədə işarə əvəzliyi isimlə əlaqələnmişdir? Aha, deməli burada isimlə əlaqələnibsə, ismi sifətə əvəz edib, özündən sonra gələn nitq hissəsi isimdir. Deməli sifətə əvəz edib və cümlədə sifətin sualına cavab verəcək. Bunu soruşur bizdən. Sən də elə hazırlaşmalısan. Necə hazırlaşmalısan? Burada özündən sonra feil gəlib, hərəkət gəlib. Deməli burada feillə əlaqələnib, A bəndi olmaz. Otağı elə təmizləməyin. Necə təmizləməyin? Feil gəlib, feillə əlaqələnib, deməli B bəndi də olmaz. Elə hamımızın istəyi budur. Burada ədatdır. Deməli C bəndi də olmayacaq. Elə sözü ədat kimi işlənib, cümlə üzvü deyil. Elə işlər gör ki, peşman olmayasan. Cavabımız olacaq D bəndi. Necə işlər? İş sözü isim olduğuna görə, deməli burada elə işarə əvəzliyi isimlə əlaqələnib və 59-da cavab oldu D bəndi. 60. Nöqtələrin yerinə uyğun olan əvəzliklərin düzgün ardıcıllığını müəyyən edin. Axır çərşənbədə hamı tonqal başına yığılır. Buna oxşar suala bundan əvvəlki suallarda səhv eləmirəmsə rast gəlmişdik. Birincidə oldu hamı. Sonra hər adama öz vətəni əzizdir. Belə deyə bilərik. Hər adama öz vətəni əzizdir. 2. Hər, öz, 3. Deməli, bu səfərdən razı qalmadı, çünki istədiyimiz kimi olmadı. Heç kim bu səfərdən razı qalmadı. Birinciyə heç kim, birinci boşluğa. İkinci boşluğa isə heç nə yazırıq, heç nə. Ardıcıllıqla da deməli hamı, hər, öz, heç kim, heç nə. Cavab oldu 60-da A bəndi. 61. Yenə də nöqtələrin yerinə uyğun olan əvəzliklərin düzgün ardıcıllığını müəyyən edin. 61. 1. Vətən qarşısında öz borcunu. Hamı vətən qarşısında öz borcunu verməlidir. 1-ə olacaq hamı, 1-də öz. 2. Sualın cavabını
heç kim bilmirdi. Bu sualın cavabını heç kim bilmirdi. Qapının ağzında kimsə dayanmışdı. Üçədə kimsə. Hamı öz, bu heç kim kimsə. Hamı öz, bu heç kim kimsədə. Cavab oldu 61-də A bəndi. 62. Bir əvəzlik deyil. Heç kəs əvəzlikdir. Kimsə əvəzlikdir. Bəziləri əvəzlikdir, biri əvəzlikdir. Bir sıra saydı. 62-də oldu E bəndi. 63. Demək, nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Oradan sonra vergül işarəsi qoyub və o boşluğu doldurmaq lazımdır. O da şairdir olsa vergül olmaz, çünki bağlayıcı gələcək. Daha bağlayıcı olduğuna görə burada vergül olmaz. Ona görə A bəndin çıxdı. O kimdir olsa yenə də vergül olmaz, çünki sual əvəzliyidir və əvəzlik gələndə də vergül işarəsi olmaz. O oxumayıb olsa yenə də vergül olmayacaq, çünki feil gələcək. Feil gələndə də vergül işarəsi qoyulmaz. O buradadır olsa, bura yer zərfidir və yer zərfi ümumiyyətlə zərf gələndə vergül işarəsi qoyulacaq. Elə cavabımız 63-də olacaq D bəndi. O yer gözəldir. Hansı yer olacaq? Hansı olanda onsuz da vergül olmaz. Cavabımız oldu 63-də D bəndi. 64. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağı orada dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar onun hüzuruna salama gəlsin. Harda sual əvəzliyi. Bu zəfər bayrağı işarə, bu işarə onun hüzuruna şəxs. Deməli, oldu sual, sonra işarə və şəxs. Bizə deyir doğru fikirlər. Ardıcıl olaraq sual, işarə, şəxs işlənib. Bu düzdür, bir düzdür. Biri götürdük düz kimi. İşarə əvəzliyi sifətə əvəz edib. Bu zəfər bayrağı orada dikəlsin. Bu da düzdür. İkini də düz kimi götürək. 3-ə baxaq. Əvəzliyin iki müxtəlif məna növü yerli haldadır. Deməli, harda, demək burada oldu, harda sözü yerli haldadır. Amma bu adlı haldadır, onun isə yiyəli haldadır. Biri yerlikdir, biri yiyəlikdir. Bax, bu səhv olacaq. 3-ü götürmürük. Sonra 4. Əvəzliklərdən biri quruluşca düzəltmədir. Hara sadədir, bu da sadədir, o da sadədir. Deməli, bu da səhv cavab olacaq. 3 ilə 4 səhvdir. Şəxs əvəzliyi yiyəlik haldadır. Düzdür. Onun hüzuruna salama gəlsin. Yiyəlik haldadır. Demək, 1, 2, 5 cavabı olacaq. 1, 2, 5 cavabı da oldu A bəndi. 65-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Yalnız ismi əvəz etmiş əvəzliklər işlənmişdir. Onun iri gözlərindəki kədər məndə təəssüf qarışıq bir duyğu oyatdı. İsmi əvəz edibsə, deməli ismin sualına cavab verəcək. Onun, kimin, onun gözlərindəki, kimin, burada birinci söz ismi əvəz edib, bu düzdür. İkinci söz, kimdə təəssüf oyatdı, kimdə təəssüf qarışıq bir duyğu oyatdı, məndə. Hər ikisi ismin sualına cavab verib. Deməli, birdə həqiqətən də yalnız ismi əvəz edib əvəzliklər. 2-yə baxaq. Sanki öz gücünü, hansı gücünü? Burada öz, ümumiyyətlə təyini əvəzliklər cümlədə adətən sifəti əvəz edir. Ona görə ikinci səhv olacaq. Deməli, 2 düzgün cavablar içərisində ola bilməz. 3-ə baxaq. Maraq və intizar, deməli, həm ismi, həm də sifəti əvəz etmiş əvəzlik var. Onu soruşur bizdən. Maraq və intizar mənim bütün duyğularımı bürüdü. Mənim sözü yiyəlik haldadır, ismi əvəz edib. Bütün duyğularımı, hansı duyğularımı? Burada da bütün sözü təyin əvəzlikdir və sifəti əvəz edib. Deməli, burada həm ismi, həm sifəti əvəz edən əvəzlik var. Cavablarımızdan biri də oldu 3. Onların böyüdüklərini gördükcə bütün əziyyətlərimi unudurdum. Kimin, onların ismi əvəz edib. Əziyyətlərimi unudurdum. Hansı əziyyətlərimi? Bütün əziyyətlərimi. Bu da sifəti əvəz edib. Deməli, 4-cü cümlədə də həm ismi, həm də sifəti əvəz edən əvəzlik işlənib.
5-ə də baxaq. Mən utandığımdan heç kimin üzünə baxa bilmədim. Kim? Mən. Heç kimin üzünə baxa bilmədim. Kimin üzünə? Heç kimin. Hər ikisi ismi əvəz edib. 5-də uyğun cavab olmayacaq. Deməli, cavablarımız elə oldu 1, 3, 4. 1, 3, 4 cavabı da oldu C bəndi. 66-cı sual. Hansı cümlələrdə əvəzliyin iki müxtəlif məna növünə aid nümunə var? Mən hiss edirdim ki, Qızbəs xalanın nə isə bir cileyi var. Cavablardan mən hiss edirdim, kim, mən, şəxs əvəzliyib. Bir də nə isə qeyri-müəyyən. Birinci olacaq, çünki birincidə həm şəxs, həm də qeyri-müəyyən əvəzliyi var. İkinciyə baxaq. Onlara 1000 dəfə öz canımı verməyə hazır idim. Onlar şəxs əvəzliyi, bir də öz təyin əvəzlikdir. Deməli, ikidə də həm şəxs, həm də təyin əvəzlik var. Cavanlığımın onlara qurban getməsi heç mənim ağlıma da gəlmirdi. Onlara şəxs, mənim şəxs, 3də yoxdur. Etiraz etdi ki, mən səninlə bir yerdə otura bilmərəm. Mən, sən, hər ikisi şəxs əvəzliyidir. 4-ü də çıxdım. O, bu sözləri elə yanıqlı bir səslə dedi ki, deməli, o, kim, burada şəxs əvəzliyidir. Bu sözləri, hansı sözləri, bu da işarədir. Cavabımız oldu 1-də 5. 1, 2, 5 cavabı da oldu 66-da E bəndi. 67-ci sual. Verilmiş cümləyə əsasən doğru fikirləri müəyyən edin. O hamıda təəccüb oyadan bir məharətlə bütün imtahanları verib riyaziyyat fakültəsinə daxil oldu. Əvəzlikləri əvvəlcə götürək. 67. O şəxs, hamı qeyri-müəyyən, demək, bütün oldu təyini. İndi cavablara baxaq. Əvəzliyin 3 müxtəlif məna növünə aid nümunə işlənib. 1 düzdür. Düzgün cavabları istəyir. İsmi əvəz etmiş əvəzliklər ismin müxtəlif hallarındadır. O, deməli, ismin müxtəlif hallarındadır. O, adlı haldadır, mübtəda vəzifəsindədir. Hamıda, kimdə. 2 də düz cavab olacaq. 3-ə baxaq. Sifəti əvəz etmiş əvəzlik quruluşuna görə digərlərindən fərqlənir. Bütün əvəzliyidir, sifəti əvəz edib. Quruluşuna görə sadədir, amma digərlərindən fərqlənmir. Çünki hər üçü sadədir. O da, hamıda, bütün də. Deməli, 3 səhv olacaq. Sonra, yerlik halda olan qeyri-müəyyən əvəzlik cümlənin zərfliyidir. Baxaq. Deməli, daxil oldu, kim daxil oldu? O, hara daxil oldu? Riyaziyyat fakültəsinə. Nə zaman, demək, nə zaman sualına cavab verən söz yoxdur. Necə daxil oldu? Bütün imtahanları verərək. Ümumiyyətlə, burada bir çox söz feili bağlama tərkibinin içindədir və ayrılmır. Ona görə də hamıda sözü də ayrılmayacaq. Tərkibin içərisində olacaq. Yer zərfliyi vəzifəsində də işlənməyib. Demək, 4 səhv olacaq. Şəxs əvəzliyi mübtədanın ifadə vasitəsidir. Bəli, cümlənin mübtədası şəxs əvəzliyi ilə ifadə olunub. 5-də düzgün cavab olacaq. 1, 2, 5. 1, 2, 5 düzgün cavabdır. Demək, cavabımız oldu 67-də E bəndi. 68. Altından xətt çəkilmiş sözlərin hər ikisinə aid doğru fikirləri müəyyən edin. Altından xətt çəkilib hər kəs sözünün, bir də hamı sözünün. Hər ikisinə aid doğru fikir. Hər kəs hamı üçün, hamı hər kəs üçün. Adlı haldadır. Birincisi düzdür. İkisi də adlı haldadır. İkinci dərəcəli cümlə üzvüdür. Deməli, hər kəs dillərdə, hər kəs hamı üçün şüarı səslənirdi. Nə səslənirdi? İkinci dərəcəli cümlə üzvü deyil. Bu söz birləşməsinin tərkibindədir və cümlənin mübtədasıdır. Kim sualına cavab verir? Hər kəs kim, hamı kim, düzdür. Kim sualına cavab verir? 1, 3. Bir də qeyri-müəyyən əvəzlikdir. Quruluşca sadədir. Bu səhv cavabdır. Çünki hamı quruluşca sadədir, amma hər kəs quruluşca sadə yox, mürəkkəbdir. Cavabımız oldu 1, 3, 68-də. 1, 3 cavabı da oldu E bəndi. 69.
Hansı cümlədə əvəzliyin 3 məna növünə aid nümunədən istifadə edilib? Hər kəs bəşəriyyəti dəyişdirmək istəyir, heç kəs özünü dəyişdirmək istəmir. Hər kəs, heç kəs, öz. Hər kəs və heç kəs qeyri-müəyyən əvəzlikdir, öz isə təyinidir. Bizə deyir 3 məna növü olsun, biri götürmürük, çünki burada 2 məna növü var. Dəniz özü üçün dalğalanır, sahil elə düşünür ki, dəniz onun üçün dalğalanır. Öz, elə və o əvəzliyi. Öz təyinidir, elə işarədir, onun üçün, o isə burada şəxs əvəzliyidir. Deməli, təyini, işarə, şəxs. Burada hər 3 məna növü var, ona görə cavablardan biri olacaq 2. Hər kəs sənin və mənim düşündüklərimizi düşünmür. Hər kəs, sən, mən. Hər kəs qeyri-müəyyən, sən və mən şəxs əvəzliyidir. 3-ü götürmürük. O, yenə bu adamları öz iradəsinə tabe etdirdi. O, kim, şəxs. Bu adam, hansı adam, işarə. Öz təyini, şəxs, işarə, təyini. 2, 4. 5-ə də baxaq. Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər. Hansı adamların? O, işarə, öz isə deməli oldu təyini. İşarə ilə təyini var burada. 3 məna növü yoxdur. Elə cavabımız oldu 2, 4. 2, 4 cavabı da oldu 69-da A bəndi. 70. Müxtəlif məna növünə malik olan hansı əvəzliklər eyni suala cavab verə bilər? Yəni, cümlədə eyni vəzifəni icra edib, eyni suala cavab verə bilər. Məsələn, mən gəldim, kim gəldim? Və yaxud hamı dəstə idi, kim dəstə idi? Və yaxud bu sənindir, nə sənindir? Və yaxud bunu şəxs əvəzliyi yerində işlədə bilər, insanı əvəz etsin. Bu mənim dostumdur, kim mənim dostumdur? Demək olar, məsələn, 1, 2 və 3-ü götürmək olar. 1, 2, 3 cümlə içərisində 3-ü də mübtədanın sualına cavab verə bilər. 1, 2 və 3. D bəndi. 71. Hallana bilsə də, birbaşa hal şəkilçisi qəbul edə bilməyən əvəzliklər. Deməli, öz əvəzliyidir ki, mənsubiyyətə görə dəyişdikdən sonra hallanır. Bəzi əvəzliyidir ki, bir də elə-belə əvəzlikləridir ki, mənsubiyyətə görə dəyişdikdən sonra hallanır. Məsələn, özüm deyirəm, mənsubiyyətə görə dəyişmişəm, məsələn, özüm gəldim və yaxud onu sonra hallandırıram. Özümü çox sevirəm, kimi çox sevirəm. Bəzi əvəzliyidir ki, məsələn, mənsubiyyətə görə dəyişməlidir, sonra hallanmalıdır. Birbaşa hal şəkilçisi qəbul eləmir. Mütləq mənsubiyyətə görə dəyişməlidir, ondan sonra hallanıb hal şəkilçisi qəbul etməlidir. Cavab olacaq 1, 3, 4. 1, 3, 4. O da oldu B bəndi. 72. Tərkibində əvəzlik olmayan cümlələri müəyyən edin. Nə ləzzətli dadı var? Ləzzətli dadı var. Nə ləzzətli dadı var? Nə burada qüvvətləndirici ədaddır. Deməli, birinci cümlədə əvəzlik yoxdur. Nə üçün gəldiyimizi indi bildik. Deməli, nə üçün gəldiyimizi indi bildik. Burada məqsəd zərfliyinin də sualı ola bilər, səbəb zərfliyinin də sualı ola bilər. Ona görə sual əvəzliyi, ikidə sual əvəzliyi var. Biri qazilərlə yaxından maraqlanırdı. Kim? Biri. Qeyri-müəyyən əvəzlikdir. Biri 3-ə vurmaq olar. Neçəni? Burada bir say kimi işlənib. Ona görə 4-də də əvəzliyi yoxdur. Nə meyvə alınır, nə də çərəz satılırdı. Nə də inkarla bağlayıcısı. Deməli, 1, 4, 5 oldu cavab. 1, 4, 5 cavabı da B variantı. 73. 73-də deyir, cümlələrin birində şəxs əvəzliyi yer zərfliyi vəzifəsindədir. Anam sizdən gəlirdi. Haradan gəlirdi? Sizdən gəlirdi. Cavabımız elə 73-də A bənd olacaq. Çünki sizdir, bizdir, bu əvəzliklər cümlə daxilində əgər sizin ev, bizim ev, yer, məkan anlayışı bildirirsə, onda yer zərfliyi vəzifəsində işlənə bilir. Məsələn, bizə gedək, haraya gedək və yaxud sizdən gəlirəm, hardan gəlirəm.
Burada da A bəndində anam sizdən gəlirdi. Haradan gəlirdi? Sizdən sözü haradan sualına cavab verir. Demək, yer zərfliyi vəzifəsindədir. 73-də oldu A bəndi. 74. Verilmiş cümlələrə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Ancaq biz gələnə kimi qartal onu didib parçalamışdı. Birinci cümlədə bizdir. Bir də o əvəzliyidir, şəxs əvəzliyidir. İkinci cümlədə yaz gələndə bütün ağaclar kimi o da çiçək açardı. Bu cümlədə isə bütündür, əvəzlik. Bir də odur. Bu cümlədəki hər iki əvəzlik şəxs əvəzliyidir. Bu bütün isə ikinci cümlədə bütün təyini əvəzlikdir. O şəxs əvəzliyidir. İndi baxaq ortaq cəhətlər hansılardır? Sifəti əvəz edən əvəzlik işlənmişdir. Bu ortaq cəhət deyil. Çünki birinci cümlədə hər ikisi ismi əvəz edib. Tərkibində şəxs əvəzliyi var. Bu ortaq cəhətdir. Çünki birinci cümlədə də şəxs əvəzliyi var. İkincidə də. İkini götürə bilərik. 74-də deməli cavablardan biri olacaq 2. Sonra adlıq halda olan şəxs əvəzliyi cümlənin mübtədasıdır. Baxaq. Adlıq halda olan şəxs əvəzliyi birinci cümlədə parçalamışdı. Nə parçalamışdı? Qartal. Nəyi parçalamışdı? Necə parçalamışdı? Onu didib parçalamışdı. Bir dəqiqə. Birinci cümlədə parçalamışdı. Nə parçalamışdı? Qartal. Nəyi parçalamışdı və yaxud kimi parçalamışdı? Onu. Necə parçalamışdı? Didib. Nə zamana kimi? Biz gələnə. Burada deməli feili sifət tərkibinin içində olduğu üçün birinci cümlədə biz sözü cümlənin mübtədası deyil. Çünki burada mübtəda qartal sözüdür. İkinci cümlədə düzdür. İkinci cümlədə çiçək açardı. Nə çiçək açardı? O çiçək açardı. İkinci cümlədə mübtədadır, amma birinci cümlədə mübtəda deyil. Feili sifət tərkibinin içindədir. Ona görə bu ortaq cəhət olmayacaq. Üçüncü cavab səhvdir. İndi baxaq ortaq cəhətləri deyil. İsmi əvəz edən əvəzlik işlənmişdir. Bu ortaq cəhətdir. Ona görə 4 səhv olacaq. 5. Tərkibində təyini əvəzlik var. Ortaq cəhət deyil, düzdür. Çünki birinci cümlədə təyini yoxdur, ikincidə təyini var. 5 düzdür. 6. Feili birləşmənin asılı tərəfi kimi işlənmiş əvəzlik var. Baxaq. Deməli, feili birləşmənin asılı tərəfi kimi işlənmiş əvəzlik birinci cümlədə var, ikinci cümlədə yoxdur. Ona görə 6 da olacaq. 2, 5, 6. 2, 5, 6 da oldu. Cavab B bəndi. 6-nı niyə götürdük? Çünki birinci cümlədə biz gələnə kimi feili sifət tərkibidir, qoşma ilə işlənib. Ona görə də feili birləşmənin asılı tərəfdə birinci tərəf olduğuna görə biz sözü burada asılı tərəfə düşür. Ona görə də 6-nı götürdük biz. 75-ci sual. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. O hər səhər əkdiyi bu ağacın yanına gələrdi. Deməli, birinci cümlədə o əvəzliyi var. O şəxs əvəzliyidir. Bir də hər var. Hər də təyini əvəzlikdir. Bu ağacın yanına gələrdi. Hansı ağacın? Bu da işarə əvəzliyidir. İkinci cümlədə isə bu birinci cümlədir. İkinci cümlədə isə bu işarə mənim üçün, mənim şəxs dünyada hər şeydən ağır idi. Hər şey qeyri-müəyyən. Qeyri-müəyyən. İndi baxaq cavablara. Bizə deyir birinci cümlə ilə bağlı doğru fikir. Əvəzliklərdən biri ismi əvəz etmişdir. O, kim? Hər səhər əkdiyi bu ağacın yanına gələrdi. Hansı ağacın? Bu ağacın. Nə zaman? Hər səhər. Birinci cavab düzdür. Biri götürdük. Çünki o əvəzliyi birinci cümlədə ismi əvəz edib. Biri götürdük. Bir düz. Sonra 2-yə baxaq. Təyini əvəzlik işlənmişdir birinci cümlədə. Bəli, hər sözü təyini əvəzlikdir. Ona görə 2 də düzdür. 3-ə baxaq. Əvəzliyin 2 müxtəlif məna növünə aid nümunə var.
şəxs təyini işarə 3 müxtəlif məna növünə aid nümunə var. Ona görə 3 səhv olacaq. Bizə doğru cavabı soruşur bizdən. İndi bu bir sütuna baxaq. Şəxs əvəzliyi qoşma ilə işlənmişdir. Birinci cümlədə, ikinci cümlədə şəxs əvəzliyi qoşma ilə işlənmişdir. Yanlış fikri soruşur. Bu doğru fikirdir, yanlış fikir deyil. Ona görə biz yanlışı axtarırıq. Demək, qeyri-müəyyən əvəzlik çıxışlıq haldadır. Baxaq, hər şeydən ağır idi. Bu düzdür. Bizdən yanlışı soruşur. Bu düzgün olduğuna görə bunu götürmürük. Bütün əvəzliklər quruluşca sadədir. Baxaq, deməli, bu və mən əvəzliyi quruluşca sadədir. Hər şey isə mürəkkəbdir. Bax, səhv cavab oldu 6. 1, 2, 6. 1, 2, 6 cavabı da oldu 75-də C bəndi. 76. Sual belədir. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Birinciyə baxırıq. İsmi əvəz edən əvəzlik işlənmişdir. Çox axtardıq, lakin heç nə tapa bilmədik. Heç nəyi tapa bilmədik. Birinci fikir doğrudur. Çünki heç nə tapa bilmədik. Burada ismi əvəz edib. Ona görə bir düzdür. Biri götürdük. 2. Gördüyümüz bu mənzərə yoldaşıma da təsir etmişdi. Hansı mənzərə? Bu mənzərə. Burada ismi əvəz etməyib, sifəti əvəz edib. Ona görə 2 ilə işimiz yoxdur. Sonra, sifəti əvəz edən əvəzlik işlənmişdir. O bir qədər uçdu, sonra balaca bir böyürtkən koluna qondu. Kim uçdu? O. Və yaxud nə uçdu? O uçdu. Deməli, burada ismi əvəz edib, sifəti əvəz eləməyib 3-cü cümlədə. 4-ə baxaq. Səhər atasına gətirdiyi həmin kibritlərdən biri cibində idi. Hansı kibritlərdən? Həmin. Cavablardan biri oldu 4. Çünki 4-də sifəti əvəz eləyən əvəzlik var. Təyini əvəzlik işlənib. İndi baxaq axırıncıya. Zərfi əvəz edən əvəzlik işlənmişdir. Zərfi əvəz edibsə, deməli hərəkətə aid olacaq. 5. Elə danışır, bişmiş toyuğun gülməyi gəlir. Necə danışır? Elə danışır. 5-ci cümlədə işarə əvəzliyi zərfi əvəz edib. 6-ya da baxaq. Özlərini böyük qəhrəmanlar kimi güclü və cəsur hiss edirdilər. Özlərini kimi, burada ümumiyyətlə ismi əvəz edib, yəni zərfdən söhbət gedə bilməz. Cavablarımız oldu 1, 4, 5. 1, 4, 5 cavabı da oldu 76-da D variantı. 77. Cümlədə işləmiş əvəzliklərlə bağlı doğru fikirləri müəyyən edin. Alabaş elə bil bu söhbətin özü haqqında getdiyini, bu, özü, duyduğu üçün mənə soyuq bir nəzər, mənə, Sultan dayının yanınca yavaş-yavaş yeriməyə başladı. 3-cü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş əvəzi işlənmişdir. Söhbətin onun özü haqqında. Bax, bu düzdür. Bu fikir düz olduğu üçün biri götürdüm düzgün fikir. Şəxs əvəzliyi ismin yönlük halındadır. Mənə soyuq bir nəzər saldı. Kimə? Mənə. Düzdür. Bu da düzdür. 2. 3-ə baxaq. Əvəzliklər müstəqil cümlə üzvüdür. Baxaq. Deməli, Alabaş elə bil bu söhbətin özü haqqında getdiyini, burada feili bağlama tərkibinin içərisindədir öz əvəzliyi. Mənə soyuq bir nəzər salıb, burada feili, birinci öz əvəzliyi feili sifət tərkibinin içərisindədir. Mənə əvəzliyi feili bağlama tərkibinin içərisindədir. Deməli, heç biri müstəqil cümlə üzvü deyil. Tərkib içərisində olanda müstəqil cümlə üzvü kimi götürmək olmur. Ona görə 3 səhv olacaq. Bütün əvəzliklər ismi əvəz etmişdir. Bu səhv fikirdir, çünki bu söhbət, hansı söhbət ismi əvəz edə bilməz. Hansı sualına cavab verirsə, deməli ismi yox, sifəti əvəz eləyib. Ona görə 4 də səhv olacaq. Təyini və şəxs əvəzlikləri tamamlıq vəzifəsindədir. Dediyimiz kimi, əgər müstəqil cümlə üzvü deyilsə, deməli təyin və tamamlıq vəzifəsində də ola bilməz. 5 də səhv olacaq. Əvəzliklərin məna növləri fərqlidir. Baxaq. Bu işarə əvəzliyi, öz təyini əvəzliyi, mən şəxs əvəzliyi. Bu da düz cavabdır. 1, 2, 6, o da oldu A bəndi. 78. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Otların hamısı əvəzliyi, deməli,
mənsubiyyətə görə dəyişib. Hətta tikanlı qanqallar da çiçək açmışdı və bu çiçəklərin, hansı çiçəklərin bu işarə hərəsi, hərə də oldu qeyri-müəyyən. İndi baxaq doğru fikirlərə. Mənsubiyyət şəkilçisi qəbul etmiş əvəzliklər var. Düzdür. Bir düz. Eyni məna növündə olan əvəzliklər işlənmişdir. Hamı, hərə. 2 də düz. İşarə əvəzliyi müstəqil cümlə üzvü deyil. Bu çiçəklərin hərəsi gün işığında bir rəngə çalırdı. Hansı çiçəklərin? Bu çiçəklərin. Bu səhv fikir olacaq. Çünki deməli, müstəqil şəkildə təyin olacaq. Yəni, müstəqil cümlə üzvü deyil fikri səhvdir. Çünki müstəqil təyin vəzifəsindədir. Ona görə 3 səhv olacaq. İndi keçirik yanlışa. Qeyri-müəyyən əvəzliklərdən biri quruluşca sadə, digəri düzəltmədir. Bu düz fikirdir. Çünki hamı sadədir, hərə isə düzəltmədir. Hər sözündən düzəlib. Ona görə bizdən yanlışı soruşur. Bu doğru olduğu üçün bunu götürmürük. Quruluşuna görə növləri eyni olan əvəzliklər həm də eyni məna növündədir. Bax, səhv fikir bu olacaq. Çünki quruluşuna görə növləri eyni olan, yəni ya sadədir, ya düzəltmədir, eyni məna növündədir hamı ilə hərə. Amma quruluşuna görə növləri eyni deyil. Biri sadədir, biri düzəltmədir. 1, 2, 5. 1, 2, 5 cavabı da oldu A bəndi. 79-cu sual. 78-ci sualın hamısı düşməyib. Bir dəqiqə sualı göstərək. Başım qarışıb daha. Suala bir də təkrardan nəzər salaq. Yenə də dediyim kimi, hamı, bu və hərə sözləri, hamı və hərə qeyri-müəyyən əvəzlikdir, bu işarə əvəzliyidir. Hamısı və hərəsi mənsubiyyətə görə dəyişib, hamı sadə qeyri-müəyyən əvəzliyidir, hərə isə düzəltmə qeyri-müəyyən əvəzlikdir. Bu isə işarə əvəzliyidir və cümlədə təyin vəzifəsindədir. 79-cu suala da nəzər salaq. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Bundan təxminən 3 il sonra onu yenidən Bakıya gedən qatarda gördüm. Bu işarə əvəzliyidir. O şəxs əvəzliyidir birinci cümlədə. İkinci cümlədə isə bütün müəllimlərimiz onun səlis, bütün təyini, onun, o şəxs, deməli, hər iki cümlədə 2 dənə əvəzlik var. İndi baxaq görək şərtləri nədir? Birinci cümlə ilə bağlı doğru fikir. Hər iki əvəzlik hal şəkilçisi qəbul etmişdir. Bundan, nədən, onu, kimi. Bu düzdür. Doğru fikirlər soruşursa bu düzdür. Müxtəlif məna növlərində olan əvəzliklər həm də ismin müxtəlif hallarındadır. Düzdür, bu işarə əvəzliyidir. O şəxs əvəzliyidir. Biri çıxışlı haldadır, biri isə təsirli haldadır. Ona görə bu da düz olacaq. 2 də düz olacaq. 3-ə baxaq. Əvəzliklər müxtəlif nitq hissələrini əvəz etmişdir. Xeyr, müxtəlif nitq hissələrini əvəz etməyib. Hər ikisi ismi əvəz edib. Ona görə bu səhv cavab olacaq. 3-cü fikir səhv fikirdir. İndi baxaq digərinə. İkinci cümlə ilə bağlı yanlış fikir. Həm ismi, həm də sifəti əvəz etmiş əvəzlik var. Bütün müəllimlərimiz, hansı müəllimlərimiz, onun, kimin, düzdür. 4-cü fikir də düzdür. Şəxs əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etmişdir. Onun səlis axıcı natiqlik qabiliyyəti, onun qabiliyyəti. Bu fikir səhvdir. Mənsubiyyət şəkilçisi qəbul etməyib. Yiyəlik halın şəkilçisini qəbul edib. Ona görə 5 səhv olacaq. 6. Təyini əvəzlik cümlədə təyin vəzifəsindədir. Bütün müəllimlərimiz onun səlis. Hansı müəllimlərimiz? Bütün müəllimlərimiz.
6-cı da düz olacaq. 1, 2, 4, 6. 1, 2, 4, 6 cavabı da oldu B bəndi. 80-ci suala baxaq. 80-də deyir, verilmiş cümlələrə əsasən müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. O, az zaman içində bizim aramızda təsəvvürə gəlməz hörmət qazandı. O, bir də biz. Sonra, insan ən sıxıntılı vaxtlarında da onun yanında özünü sərbəst və şən hiss edirdi. Ən sıxıntılı vaxtlarında da onun yanında o, bir də öz. İndi baxaq, bu birinci cümlə, bu ikinci cümlə. Deyir, mübtəda vəzifəsində olan şəxs əvəzliyi işlənmişdir. O, az zaman içində. Düzdür, kim o? Bu birinci fikir düz olacaq. 2. Əvəzliklər eyni nitq hissəsini əvəz etmişdir. Deməli, bizim aramızda o az zaman içərisində demək, deməli, kim o, bizim kimin, insan ən sıxıntılı vaxtlarında da onun kimin, özünü kimi. Bu fikir düz fikirdir, amma hər iki cümləyə aid olduğu üçün ortaq fikir olmalıydı. Ona görə burada verilib, səhv verilib. İkini götürmürük. Sonra 3-ə baxaq. Əvəzliyin iki müxtəlif məna növünə aid nümunə var. Deməli, o şəxs, öz təyini. Bu düzdür. Cavablardan biri oldu 3. Şəxs əvəzliyi həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmişdir. Deməli, həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmişdir fikri ümumiyyətlə səhv fikirdir. Çünki şəxs əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edə bilməz. 4-cü fikir səhvdir. Baxaq 5-ci fikrə. Əvəzliklər quruluşca sadədir. O, biz, o, öz. Bu düz fikirdir. 5-ci fikir düzdür. 6-ya baxaq. Yəlik halında olan əvəzliyin başqa nitq hissəsi ilə amonimliyi var. Deməli, biz. Birinci cümlədə biz sözüdür, amonimliyi var, bəli. İsim kimi işlənir, ayaqqabı bizi məsələn. Amma ikinci cümlədə onun sözünün başqa nitq hissəsi ilə amonimliyi yoxdur. Ona görə bu fikir səhv olacaq. Cavabımız oldu 1, 3, 5. O da B bəndi. 81. 81-də deyir, hansı cümlələrdə sual əvəzliyi işlənib? Kim vağzala tələsirdi? 1. Mübtədanın sualı. Salon ulduz kimi parlayırdı mı? Burada sual əvəzliyi yoxdur. Kimi burada qoşmadır. Qatar nə vaxt keçdi? Zaman zərfliyinin sualı 1, 3. Bəs mən danışmalıyam. Bəs sual ədatıdır. Onlar hansı binaya köçdülər? Bu da sifətin sualı. 81-də oldu 1, 3, 5. 82. Hansı cümlələrdə təyin əvəzliklər işlənib? Hər çiçəyin öz ətri var. 1. Hərə bir tərəfə dağılışdı. Hərə qeyri-müəyyən əvəzlikdir. Sonra bütün günü işlədik. Bütün 3. Hamı kəndin mərkəzinə toplaşmışdı. Hamı qeyri-müəyyən əvəzlikdir. Bir də filankəsin qızı filan oynasın. Filankəs qeyri-müəyyən əvəzlikdir. Filan isə təyin əvəzlikdir. 1, 3, 5. 83-ə baxaq. Məntiqə əsasən klasteri tamamlayın. Əvəzlik verilib. Bir də hər əvəzliyi verilib. Hər təyin əvəzliyi olduğu üçün digər variantlara da təyin əvəzlik yazmalıyıq. Ona görə bura deməli 2 ilə 5-i yaza bilərik. Bütünlə filanı. 83-də deməli 2, bir də 5 olacaq cavab. Bu qədər.